Yəni, bəzən insan ancaq sıxıntısı olandan Allahdan bir şey istəyir. Amma düzgün nədir? Hər zaman Allahdan istə. Hər zaman Allahdan istə. Hər zaman dua elə. Sadəcə duadan dərman kimi istifadə etmə. Yəni, insan nə zaman dərmandan qəbul edir? Xəstələnəndə. Yəni, duaya belə baxma deyir dinimiz. Kim istəyirsə ki, Allah onun çətin anında, sıxıntı anında dualarını qəbul etsin, o zaman xoş anlarında da Allah'a çoxlu dua etsin. Çox gözəl bir nədir? Qayda. Yəni, kim rifah içindəykən, hər şey yaxşı gedərkən, Rəbbini dua ilə çox zikr edərsə, Allah onu darda qoymaz, çətinlik zamanı onun duasını tezliklə cavab verər. Bax, qayda budur. Ancaq gözləmə ki, başına bir müsibət gəlsin, dua edəsən. Elə xoş anında da çoxlu dua elə. Denə, Allah məni islah elə, Allahım ruzun bol elə, dualarını qəbul elə. Yəni, heç bir bəndəyə qəm və kədər toxunmaz ki, o belə desə.